Əziz və hörmətli izləyicilərimiz, biz yenə Azərbaycanımızın gözəl şəhərlərindən biri olan Qovlar şəhərində Şirin bir balanın evində qonağıq. Gözəl qızım, adın, soyadın? Zarina Əşdirova. Çox gözəl. Nə vaxt və hardan olmusan? 2017-də noyabrın 20-sində. Qovlar şəhərində olmusan. Çox gözəl. Neçənci sinifdə oxuyursan? 3-cü. Maşallah. Bəs hansı məktəbdə oxuyursan? 2 nömrə orta məktəbdə. Qovlar şəhəri 2 nömrəli tam orta məktəb. Sənin üçün hansı fənlər daha maraqlıdır? Riyaziyyatdan ingilis. Bəs sənin üçün ən çox sevimli müəllimin kimdir? Tunzalə. Başqa müəllimlər yoxdur? Yox. Tunzalə müəlliməni çox istəyirsən. Çox gözəl. Buradan da Tunzalə müəllimiyə çox sağ ol deyilir və ümumiyyətlə 2 nömrəli tam orta məktəbin bütün müəllim kollektivinə salamlar deyirik və sağ olsunlar. Əlbəttə ki, müəllimlər bizim əziyyətimizi çox çəkirlər. Böyüyəndə nə olacaqsan? Müəllim. Nə müəllimi? İngilislə riyaziyyat. İnşallah. Ya ingilisini seç, ya da riyaziyyatı seç. İkisi də yaxşı fəndir, yaxşı ixtisasdır. İnşallah ki, sən istədiyin peşənin sahibi olarsan və atanın, ananın fəxri olarsan. Gözəl qızım, ümumiyyətlə bizim, yəni belə deyək, böyük boy-başa satmağımızda, təlim tərbiyəmizdə ən çox bizim valideynlərimiz əziyyət çəkir. Ata qazanıb gətirir, ana da bizim təlim tərbiyəmizlə məşğul olur. Atanın adı nədir? Fərman. Bəs ananın adı nədir? Kifayət. Bir də evdə bacın var, eləmi? Bacının adı nədir? Alina. Çox gözəl. Biz bildiyimizə görə bu gün sənin ad günündür. Neçə yaşına keçirsən? 9. Çox gözəl. Səni təbrik edirik. Sənə uzun ömür, can sağlıq arzu edirəm. Arzu edirəm ki, atan, ananın fəxri olasan, gözəl müəllimlərin, savadlı müəllimlərin sırasında da biri də sən olasan və yəni atanın da əziyyətini yerə vurmayasan, müəllimlərin də əziyyətini yerə vurmayasan və yaxşı ixtisaslardan birinin də sən gələnəsən. Buradan ataya, anaya hansı sözlər verərdin? Nə deyərdin? Mən çox istəyirəm onu. Atan, ananı çox istəyirsən və onlara söz verirsən ki, dərslərini yaxşı oxuyasan, eləmi? Hə. İnşallah. Biz də sənə uğurlar arzu edirik və Çağdaş Təhsil Mətbuatı adından sənə çoxlu şanslar, uğurlar, çoxlu, belə deyək, vətənin layiqli övladını olmağı arzu edirəm. Arzu edirəm ki, atan, ananı da layiqli övlad olasan və atan, ananı sevindirəsən. Çox sağ ol, Şirin balam. Sağ ol.